Bugünkü dərsimiz Excel'in tabları olacaq. Fayl menüsündən, fayl tabından biləcəyimiz məlumatlar Word ilə eynidir. Yəni, buradakı məlumatlar da Word ilə eyni olduğuna görə buranı keçmirəm. Gəldim Home tabına. Home tabında da elə məlumatlar var ki, onlar Word-dən eynidir. Word-dən eyni olduğuna görə yenidən keçmirəm. Clipboard hissəsi eynidir, font hissəsi eynidir, alignment hissəsində bir-iki məlumat var, onları bildirəcəm. Number Excel-ə məxsusdur. Stylus Word-də də var idi, amma Excel-də fərqlidir. Sales Length qrupu sırf aiddir Excel-ə. Və Editing Length qrupunda da bir çox məlumatlar var ki, məsələn, burada Find and Select Word-lə eynidir. İndi gəlin Home tabının özəklərinə baxaq. Birinci danışacağım Sales Length qrupu olacaq. Bu length qrupu. Çünki hər zaman birinci bundan başlayıram. Çünki bundan çox suallar düşür. Sales xanalar length qrupu deməkdir. Xanalarla bağlıdır. Insert, delete və format var. Insert həm sətrin, həm sütunun, həm də işçi vərəqin əlavə olunması üçün istifadə olunan bir əmrdir. Insert sheet rows, insert sheet columns və insert sheet. Rows sətirdir, column sütundur, sheet də işçi vərəq deməkdir. Delete də əlavə etdiklərimizi silir. Həm sətri, həm sütunu, həm də işçi vərəqi silir. İndi gəlin biz baxaq bunların mənasına. Gəlirəm bura bir məlumat yazıram. 23, 45, 67, 89 və sütun əlavə etmək istəyirəm. Sütun əlavə etdikdə sətir və sütun sayı dəyişmir. Sadəcə B-dəki məlumatlar köçürüləcək C-yə. Baxın, gəlirəm insert-dən sütun əlavə etmək istəyirəm. Nə oldu? Sütun əlavə olundu. Amma ki, heç bir dəyişiklik baş vermədi. Sadəcə B-dəki məlumatlar köçürüldü C-yə. Yəni, məlumatın hamısı sağ tərəfə köçürüldü. Yenidən kolum əlavə edirəm. Bu dəfə C-dəkilər köçürüldü D-yə. Yenidən sütun əlavə edirəm. Artıq D-dəkilər köçürüldü Y-yə. İndi gəlirəm, sətir əlavə edirəm. Sətir əlavə edəndə isə məlumatlar köçürüləcək aşağıya. Insert sheet rows. Gördünüzmü? Məlumat köçürüldü belə aşağıya. Yuxarıya sətir əlavə olundu. Məlumatlar da köçürülür aşağıya. Bu şəkildə. Bunlar çox düşən bir sualdır. Deyir ki, sətir və yaxud da ki, sütun əlavə olunanda işçi vərəqdə sətir sütun sayı necə dəyişər? Siz yazacaqsınız ki, məlumatlar sütun əlavə olunanda köçürülür sağa, baxın sağa. Amma sətir əlavə olunanda isə düşür aşağıya məlumatlar və yuxarıya sətir əlavə olunur. Demək, insert-dən siz sətir əlavə edəndə məlumatlar düşdü aşağı, sütun əlavə edəndə isə məlumatlar köçürüldü sağa. Gəldim delete. Delete əlavə etdiyimiz sətir və sütunları silmək üçündür. Gəlirəm buradan sətirimi silirəm. Niyə edeyim? Sətirlərimi bax bu şəkildə sildim. Gördüyünüz bir sətir sayı dəyişmir ha. Sadəcə məlumatlar qalxdı artıq yuxarı. Biz bildirmişdik ki, özü çox önəmli bir məlumatdır ki, işçi vərəqdə sətir və sütun sayı dəyişməzdir. Nə qədər sətir əlavə et, nə qədər sütun əlavə et, heç zaman bu dəyişmir. Düşən sualdır ki, işçi vərəqə 5 dənə sütun əlavə etdim, 4-ünü sildim. İşçi vərəqdə sətir və sütun sayı necə dəyişər? Siz yazacaqsınız, dəyişməzdir. Dəyişmir. İndi gəldim format əmrinə. Format əmrində də biləcəyimiz məlumatlar var. Format xanaların formatı ilə bağlıdır. Burada row height sətrin hündürlüyü. Column width sətrin eni. Height, unheight çox önəmli bir məlumatdır. Height, unheight. Sətrin, sütunun, işçi vərəqin gizlədilməsi və göstərilməsi üçündür. Rename sheet xananın adını dəyişir. Sonra burada var protect sheet. İşçi vərəqi qorumaq üçündür və həmçində xananı qorumaq üçündür. Gəlin biz bunlara baxaq. Format əmrindən birinci əmri row height. Row height sətrin hündürlüyüdür. Gəlirəm burada mən ikinci sətri seçirəm və formata daxil oluram, row height edirəm. Yazıram 20. Sətrinin hündürlüyünü dəyişəcək. Dəyişdi. İndi gəlirəm sütunumu seçirəm. Sütunumun enini dəyişəcək. Column width. Eləyirəm burada 30. OK düyməsi. Artıq nə oldu? Sütunumun eni bu şəkildə dəyişdi.
Və hide unhide isə sətir və sütunu gizlədir. Məsələn, mən gəlirəm burada B-ni seçirəm, format əmrini klikləyirəm, buradan hide columns edirəm. Nə oldu? Artıq A-dan sonra C gəldi. Mən burada 5 sütununu gizlətmiş oldum. Və yaxud da ki, 5 sətrini seçirəm, gəlirəm formatdan, buradan hide rows edirəm. Nə oldu? Artıq burada 4-dən sonra 6 gəldi. O orada gizlənir. Baxın, 4-dən 6-nın arasından gətirib belə sürükləsən, 5 artıq çıxmış olacaq. Və yaxud da ki, gəlsən buradan A ilə C-nin arasından belə tutub sürükləsən, B buradan çıxmış olacaq. Bir sözü dəyişməyəcək, sadəcə gizlənmiş olacaq. Yəni itmir, silinmir, sadəcə gizlədilir. Artıq B-ni də görmüş olduq və buradan gəlib 5-i də belə görmüş olacağıq. Növbəti rename sheet-dir, işçi vərəqin adını dəyişir. Baxın, bu sheet. Buranın adını dəyişmək üçündür. Protect sheet işçi vərəqi qoyur, log cell-də ki, xanaya kilit qoyur. Gəldim indi format cells əmrinə. Format cells Home tabında çox önəmli bir pəncərədir. Klaviatura düyməsi Ctrl+1 düyməsidir. Ctrl+1-ni klikləməklə biz format cellsi keçid etmiş olaraq. Format cellsi kliklədik. Bizi belə bir pəncərə qarşılayır. Format cellsdə olan əmrlər var. Number, alignment, font, border, fill və protection. Number xananın formatlarıdır. Xananın formatları bax bunlar ola bilər. Və biz buradan xananın formatlarını görə bilərik. General, number, currency, accounting, short date, long date, time, percentage, fraction, scientific və text. Həmçinin biz daxil olduqda burada more number formats, yenə də format cells pəncərəsi açılacaq. Xanaların formatı deməkdir. Bu nədir? Məsələn, mən bura hər bir şey daxil edirəm. Həm ədəd daxil edirəm, həm method daxil edirəm, həm məbləğ daxil edə bilərəm, həm manat, dollar daxil edə bilərəm. Generaldan istifadə edirik normalda. Mən indi number daxil etsəm, buraya yazacağım həcər. Tutaq ki, bu həcəri ədəd kimi anlayacaq. Ədəd kimi anlayacaq. Number kimi vermişəm. General verəndə isə bu ümumi, yəni hər şey kimi anlayır bunu. Normalda bilirik ki, həcər sözü mətindir, düzdürmü? Yəni general elədir ki, sən xanaya hər şey daxil edə bilərsən. Xanaların formatı adlanır olar. Sonra gəlib danışacağım əmrlərdən biri də burada bu əmrdir. Orientasiyasıdır. Xanaya daxil olunan mətnin istiqamətini bildirir. Buranı nə daxil edək? Yazıq info. Və bu əmri klikləyəcəm. Bu cür yazacaq xana daxilində. Belə yazacaq. Bu cür yazacaq və s. Daxil olunsaq format cells alignment hissəsinə bizi belə bir pəncərə qarşılayır. Burada dərəcə -90 ilə 90 dərəcə aralığında dəyişir. Yazıram bura 90 dərəcə. OK düyməsi. Info sözü artıq 90 dərəcə bu istiqamətdə yazılacaqdır. Əgər gəlsəm və -90 yazsam bura. -90. Bu zaman artıq istiqamət olacaqdır belə. Yalnız -90-dan 90 dərəcə aralığında sən dərəcə yaza bilərsən. Əgər 100 dərəcə yazsam, onu qəbul etməyəcək. Qəbul etmədi. Özü də sənə bildiriş verir ki, -90-dan 90 dərəcə aralığında yaza bilərsən sən bura məlumatı. Növbəti əmr wrap text əmridir. Wrap text xanaya yerləşməyən məlumatı aşağı sətirdən yazır. Yazdı belə bir məlumat və xananı açdı. Mən də istəyirəm ki, bu xananı açmasın. Wrap text əmrini klikləyəcəm və bir xanaya yerləşmiş olacaq. Növbəti gəldi merge. Merge əmrini biz Word-dən də keçmişdik ki,
xanaları birləşdirmək üçündür. Gəlirəm buradan bir neçə dənə belə xana seçirəm və buradan merge cells əmrini kliklərim. Nə oldu? Xanaları birləşdirdi. Biz bilirdik axı merge cells xanaları birləşdirmək üçündür. Merge across isə yalnız ana dil dəftəri kimi qoyur. Yəni sütunların artıq xətlərini vermir. Unmerge cells isə artıq Excel'in öz əvvəlki vəziyyətinə xanalarını gətirmiş olacaqdır. Bu hissələrdə belə məbləğdir, bu faizdir, vergüldür. Bunlar bizə qədər də lazım deyirlər. Conditional formatting hissəsində isə bu hissədə deməli biz nə əlavə edə bilərik? Baxın bu hissələrdə. Belə deyək də, mən yazıram bura 45, 454 yazaq, 678, sonra 12, -9 və s. ədədləri yazdım. Gəlirəm, seçirəm bunları, conditional formatika daxil oluram. Greater than budur ki, deyim ki, mən burada 100-dən böyük ədədləri seçsin. 100-dən böyük ədədləri seçsin, ya da 100-dən eləməyək də, neçə eləyək? Deyək ki, ondan böyük ədədləri seç və rəngini də elə sarı rəngdə. OK düyməsi. Artıq burada ondan böyük ədədləri seçəcək və rənglərini eləyəcəkdir sarı rəngdə. Burada həmçinin belə icon setlər də var. Bunda mütləq ehtimal ki, hər birimiz görmüşük valyutalarda. Belə bir iconlardır. Format as table lazım deyil, sales da lazım deyil. Gəldik AutoSum. AutoSum avtomatik cəmləmək üçün istifadə olunur. Sum funksiyasıdır. Biz də sizlə sum funksiyasını keçmişdik. Fill doldurmaqdır. Biz normalda ədədləri yazarkən 1, 2, 3 yazdım, düzdürmü? Gəlirəm seçirəm, aşağı doğru sürükləsəm, ədədləri özü avtomatik olaraq dolduracaq. Bir də var ki, fill hissəsindən mən aşağıya doğru yox, sağa doğru sürükləmək istəyirəm. Məsələn, gəldim buradan bir yazılmayıb mı? Mən yazıram 2, sonra yazdım 3. Və tutacam buradan, belə sağa doğru sürükləyəcəm. Burada artıq mən sağa doğru etdim. Həmçinin həm yuxarı, həm də sola doğru sürükləmək mümkündür. Biz sizlə series hissəsini keçmişdik. Series ədədi və həndəy silsilə ilə bağlı olan məsələlərin həlli idi. Linear ədədi silsilə idi, Gross da həndəy silsilə idi. Gəldik sort and filter. Bu nədir? Bu cür deyil, filtrləməkdir. Yazıram ədədlər. -90, 44, 22, 78, 87 və s. Və bura filtr əlavə edirəm. Filtr kiçikdən böyüyə və böyükdən kiçiyə olan ədədləri sıralamaq üçündür. Mən A-dan Z edirəm. Kiçikdən böyüyə. İndi isə gələcəm, böyükdən kiçiyə edəcəm. Bu formada. Find and select'də ki, bilirik. Nədir? Sözləri tapmaq, onlara əvəz etməkdir. Və yaxud da ki, qoltu əmri var. Burada artıq qoltu əmri bizə düşmür. Biz Word-də öyrənmişdik ki, qoltu əmri səhifələr arasındakı keçiddir. Home tabından bu qədər. Gəldik Insert tabına. Insert tabının lent qrupları
Tables length qrupu, illustrations, add-ins, charts, tours, sparklines, filters, links, text və symbols length qruplardır. Birinci baxırıq tables hissəsinə. Tables hissəsində yerləşən əmrlərdən biri də pivot table'dır. Pivot table normalda bu cür deyək, Excel öyrənən adamlar, mühasiblər ən azı 6-7 dərs öyrənirlər. Ən azı. Pivot table özü uzun bir bölmədir. Amma biz sadəcə burada tərifini keçirik pivot table-ın. Pivot table cədvəllərlə işi asanlaşdırmaq üçün istifadə olunan bir əmrdir. Tutaq ki, mən bu ədədlərin pivot table-ını hazırlamaq istəyirəm. Pivot table-ın üzərinə klikləyirəm və bizim üçün ayrıca bir iş vərəqi açacaq. Sheet açacaq və sağ hissədə isə belə pivot table sahəsi açılır. Pivot table sahəsində yazılar filtrlər, columnslar, rowslar və valueslar, dəyərlər. Artıq bu bizim işimizi asanlaşdırmaq üçün istifadə olunan bir hissədir. Və burada sheet 2 açıldı. Pivot table sahəsi. Bizim biləcəyimiz budur. Pivot table cədvəllərlə işi asanlaşdırmaq üçün istifadə olunan bir əmrdir. Növbətə gəldik charts hissəsinə. Charts diaqramlar deməkdir. 17 dənə saz, 61 dənə alt diaqram var idi. Bu ədədləri seçim və gəlin diaqram yaradım. Və hər bir diaqramın özünün adı var. Məsələn, bu diaqramın adı bar chartdır. Ən çox düşən diaqramlardan da olan P-dir. P. Yəni dairəvi diaqram deməkdir. Növbəti bu diaqram x, y-lərlə bağlıdır. Koordinat oxu, ordinat oxu ilə bağlıdır. Bubble chart adlanır və yaxud da ki, scatter adlanır. Diaqram əlavə etdim bu şəkildə. Diaqram əlavə edəndə bir neçə dənə belə xanə əhatə edir ekranda. Yəni, böyük bir diaqram əmələ gətirir. Və diaqramın elementləri vardır. Mən bunların hamısını ləğv edim. Əslində bizim diaqramımız baxın belədir. Bu onun skeletidir. Sağ hissədə chart elementlər, diaqramın elementləri diaqrama sanki bir canlılıq verir. Diaqramın elə bir orqanlarıdır. Diaqramı əmələ gətirir. Aksesi klikləsəm, üstündə ədədlər verəcək. Akses titulu klikləsəm, başlıq verəcək. Chart titulu kliklədikdə belə bir diaqram başlığı verir. Data labels kliklədikdə üstündə ədədləri verir. Data table kliklədikdə cədvəli verir. Error barsa kliklədikdə belə üzərində belə xətlər verir. Green line tor xətləri də arxa fonda tor xətlərini verir. Legend sağ hissədə seriya əmələ gətirir. Trend line-dəki belə göstərir də sizə line hissəsindən trend line, yəni düşüşlər, qalxışlar, onları bizə göstərir. Bir sözlə bu diaqramın elementləri sanki diaqrama əmələ gətirirlər. Diaqrama bir canlılıq verirlər. Buna aid bəs bizə suallarımız necə düşür? Gəlin, buna aid bir dənə suala baxaq. Yetmiş doqquzuncu sual. Bizdən tələb olunur ki, şəkildə oxla göstərilən hissə necə adlanır? Bu oxla göstərilən hissə necə adlanır? Bu legenddir. Çünki biz legend əlavə etdikdə sağ hissədə seriya əmələ gəldi. Baxın, belə göy xətli bir işarə əmələ gəldi. Daxil oldum Excel-ə. Baxın, mən əgər legendi deaktiv etsəm, oradan seriya hissəsi silindi. Legend hissəsində belə bir seriya əmələ gəlir. Bu seriyasdakı bildirir legendi. Ona görə də həmin sualda artıq olacaq cavabımız legend.
Sonra göreyim burada nə qaldı. Hə, Spaclanis lent qrupu. İndi bunu mən silirəm və gəlirəm. Spaclanis lent qrupundan istifadə edirəm. Spaclanis lent qrupu xanaların içində diaqram yaradır. Xananın içində diaqram yaradır. Necə olacaq? Gəlin baxaq. Bu ədədləri seçmişəm. Buradan line-ə klikləyirəm. Və deyirəm ki, ürəyim istədiyim bir xanada diaqram qursun. Məsələn, olsun T24 xanası. Özümdən bir xana əlavə etdim. OK düyməsini klikləyəcəm. Artıq T24 xanasında diaqram qurdu. Biraz da bunu böyükləşdirək. Belə. Və yaxud da ki, mən burada 78-dir, eləyəcəm 780. Görək necə olacaq. Baxın, diaqramı gördünüz necə dəyişdi. Yəni, burada avtomatik olaraq diaqram dəyişir. Və yaxud da ki, 44-dür, eləyirəm 400. Diaqram avtomatik olaraq dəyişir. Yəni, biz əgər bu verilən diapazonda hər hansı bir dəyişiklik etsə, diaqrama təsir göstərir. Məsələn, mən insert tabına daxil oluram, burada bayaqları diaqram yaratmışdım, düzdürmü? Gəlirəm buradakı ədədlərimi dəyişirəm. Deyirəm 780 olmasın, olsun -780. -780. Baxın, OK düyməsini klikləyəcəm. Görün mənim cədvəlim necə dəyişdi. Demək istədim budur ki, siz diapazonda dəyişiklik edirsinizsə, bu diaqrama təsir edir. Amma diaqramda hər hansı bir dəyişiklik diapazona təsir etmir. Yəni, mən hər hansı bir burada dəyişiklik etsəm, bu diapazona təsir etməyəcək. Amma diapazonda etdiyim hər hansı bir dəyişiklik cədvələ təsir edəcək. Çünki əsas bu diapazondur. Diapazon olmasaydı bu cədvəl olmazdı. Spaclanis lent qrupunda məhsul bu oldu. Spaclanis'da deməli nə etdik? Xananın daxilində diaqram əmələ gətirdik. Növbətə gəldi bu filtr hissəsi bizə lazım deyildir. Gəldim link. Link yerləşdirməkdir. Burada teksti bilirik header footerlarla bağlıdır. Simvollardakı klaviaturada olmayan simvolların əlavə olunması üçündür. Insert tabından da bu qədər. Draw tabını demişdik ki, keçmirik. Növbətə gəldi page layout tabı. Page layout tabında bu cür deyək, nələr var? Həm dizayn ilə bağlı var, həm də ki, səhifənin düzəni ilə bağlı məlumatlar var. Word 2010-da dizaynla layout tabı ümumiyyətlə page layout əmələ gətirirdi. Bu bizim Word-ümüzdür. Word 2010-da bu tablar bitişi idi. Page layout tabı idi. Bax, dizaynla layout əvvəl yox idi. Bir dəfəli page layout var idi. Amma 2019-da page layout-u parçaladılar. Elədilər dizayn və layout. 2010-da amma təkcə bu page layout tabı idi. Bu Excel-də dəyişmədi. Excel-də 2019-da elə page layout olaraq da qaldı. Parçalamadılar bunu. Word-də parçaladılar, Excel-də parçalamadılar. İndi baxaq. Baxın. Burada dizaynla bağlı olanlar var. Normalda Word-də dizayna ayrı bir tab olaraq verirlər, amma page layout-da Excel-də bu qalıbdır. Gəldim page setup hissəsinə. Page setup hissəsində isə artıq səhifə parametrləridir. Mərcəslər bilirik nədir? Mərcəslər boşluqlardır. Orientasiya ya A4 ya albüm forması, size kağızın ölçüsüdür. Print area. Print area çap olunan sahənin hissəsidir. Bricks lazım deyil. Background arxa fona şəkil əlavə edir. Belə bir şəkil əlavə etdik arxa fona. Bunu delete eləyək. Print details hissəsi isə lazımdır. Gəlin page setup pəncərəsinə daxil olaq. Bizə bu cür bir pəncərə qarşılayır. Pəncərədə elementlərimiz var. Page, margins, header footer və sheet. Burada səhifə ilə bağlı məlumatlar var. Print quality səhifənin keyfiyyətidir. DPI ilə bizə verilibdir. Növbəti marginslər dedik boşluqlardır. Header footer hissəsində biz sizdən Word-də də keçmişdik. Different odd and even pages və different first pages.
Different, odd and even pages bu deməkdir ki, səhifənin tək və cüt səhifələrinin fərqlənməsi. Həmçinin də iş səhifəsinin fərqli olması. Header footerlarla bağlıdır. Səhifə kalan titulları ilə bağlıdır. Həm tək və cüt səhifələrinin fərqli olması üçün, həm də iç səhifəsinin fərqli olması üçün istifadə olunan əmrlər yerləşir page setupda. Page setup. Normalda header footer'ı biz əlavə edərkən insert tabından əlavə edirik. Amma sadəcə onların fərqliliklərini bilmək üçün page layout tabından istifadə olunur. İndi gəlirəm nəyə? Sheet hissəsinə. Sheet artıq çapa verdiyimiz hissədir. Yəni işçi vərəqinin çapıdır. Burada grid lines var, tor xəttləri var, sonra black and white var, ağ və qara, draft quality, row and column headings və s. İndi mən gəlirəm, baxın bu hissəni verirəm çapa. Görün necə çapa olunacaq. Baxın, buranı belə gəlirəm, Ctrl-P eləyirəm. Ctrl-P çapa vermək deməkdir. Baxın, bu cür çapa olunur. Page setup'a daxil olduqda isə, işdə daxil olduqda mən istəyirəm ki, həm tor xəttləri düşsün, həm də sətir və sütun başlıqları düşsün. Bu zaman artıq bu cür çapa olunacaqdır bizim vərəq. Və yaxud da ki, deyirəm ki, başlıqlar çap olunmasın, sadəcə xanalar çap olunsun. OK düyməsi artıq bu cür çap olunacaq. Yəni, demək istədiyim budur ki, Page Setup pəncərəsindən siz burada şitə daxil olduqda, burada verilibdir grid lines, tor xəttlərini çap edə bilərsiniz. Row and column headingsləri burada var. Sətir və sütun başlıqlarının çapı vardır. Bunlar çap oluna bilərlər. OK düyməsi. Gördünüzmü, artıq sətir və sütun başlıqları çap olunur. Sonra draft quality keyfiyyətlə bağlıdır. Black and white da ki, ağ və qara çıxardacaq. Clear to fit length qrupu, scale to fit length qrupu xananın eni və hündürlüyü ilə bağlıdır. Sheet options işçi vərəqin belə deyək, seçimləri, optionsları. Grid lines tor xəttləridir. Grid lines əmrini deaktivə etsəm, bizim xanamız olacaqdır belə. Xanalarımızda heç bir tor xətti yoxdur. Tor xəttini versək, artıq həm sətir, həm sütunun xanalarını görmüş olaraq. Burada deyir printə geçsin. Tor xəttləri print olunsun və yaxud da olunmasın. Headinglər, headinglər başlıqlardır. Sətir və sütun başlıqlardır. Artıq mən onları aktiv etməsəm, xanamız bu cür görsənəcək. Aktiv etsəmsə, sətir və sütun başlıqları zaten görsənəcək. Bu dediyim, bu grid lines headings həmçinin yerləşir view tabında. Həmçinin bax view tabında bu show hissəsində yerləşir. Show hissəsində həm headingslər, həm də grid lineslar. Bunların fərqi nədir? Fərqi budur ki, page layoutda yerləşəndə əlavə olaraq print var. Print. Amma ki, view tabında o print yoxdur. Print sözü burada var, amma ki, view tabında yoxdur. Gəldik arrange link qrupuna. Arrange link qrupunu biz Word-dən bilirik. Bir obyekt əlavə edirdik, mətn üzərində istiqamətini bildirirdi. İndi isə formula stabına baxırıq. Formula stabı düsturlarla bağlı olan bir tabdır. Biz sizdən keçən dərslərimizdə öyrənmişdik riyazi funksiyalar, statistik funksiyalar, məntiqi funksiyalar, mətin funksiyaları hər birini öyrənmişdik. Burada sadəcə əlavə olaraq funksiyalar var. Bu funksiyalar statistik funksiyalar, engineering, cube, information, compatibility, bir də web. Düşən sualdır ki, hansılar funksiyalara aid deyil və yaxud da ki, aiddir. Biz normalda bilirik də, məntiqi funksiyalar, mətin funksiyaları var, riyazi funksiyalar var və bir də əlavə funksiyalar var. More functions. Ümumən funksiyaların sayı 100-dən 1000-dən çoxdur. Sadəcə biz onlardan 10-15 dənəsini keçirik sizinlə. İndi baxaq define name. Define name xananın adını dəyişmək üçündür.
Bu xananın adını bilirik ki, H4 xanasıdır. Gəlib define name-i klikləyəcəm. Xananın adını qoyacağım. Nə xanası qoyaq? Info xanası. Okey. Artıq mənim H4 xanamın adı, baxın burada da görsənir ki, infodur. Yəni xananın adını dəyişmək üçün istifadə olunur define name. Using formula artıq sən bu xananı düstur kimi istifadə edə bilərsən. Yəni bu cür bir məlumatdır. Artıq infonu sən düstur kimi istifadə edə bilərsən. Onu göstərir. Gəldim indi isə formula auditing hissəsinə. Formula auditing hissəsində trace precedence və trace dependence əmrləri var. Elə bir ədəd daxil edirəm. Yazıram bura 3 və 4. Bu hissəyə yazıram bərabərdir sum. Sum cəm bildirir. Deyirəm bu ədədləri toplasın. Enter düyməsi. Və bərabərdir qoyuram product. 3-ü 4-ü hasilini tapıram. Düzdürmü? İndi gələcəm mən buradan trace precedence əmrini klikləyəcəm. 7-ni seçirəm trace precedence. 12-ni seçirəm trace precedence əmrini klikləyirəm. Bu nə deməkdir? Bəlkə keçən dərsdə bildirdim bunu, yadınızda olar. Əsas və aslı xanaları bildirir. Burada 3 ilə 4 əsas xanadır, 7 ilə 12 isə aslı xanadır. 3 ilə 4 əsasdır, 7 ilə 12 isə aslıdır. Niyə? Ona görə ki, 3 ilə 4 olmasaydı nə 7, nə də 12 əmələ gələ bilməzdi. Deməli, 3 ilə 4 burada əsasdır, 7 ilə 12 isə aslı xanadır. Burada olan trace precedence əsas xanadır, trace dependence isə aslı xanadır. İngiliscə depend sözü aslı deməkdir, aslı xana. Bu isə əsas xanadır. Bu belə. Digər hissələri lazım deyil. Onların izahatı kitabda var. Niyə görə lazım deyil? Bir əmr olaraq düşür. Deyir ki, bu nə işə yarayır? Məsələn, watch window. Watch window. Sən əgər səhifəndə işçi vərəqləri eləmisənsə, sanki onlara açıq taxıb baxırsan. Bax bu şəkildə. Deyir ki, sən burada böyüdən bunu. Book 1-də L38 xanasında hər hansı bir işi görmüsən. Mən gəlim bunların hamısını seçim, sonra klikləyim. Hamısını bunların belə seçim və gəlim indi watch window edeyim. Bizə nə göstərir burada? İstifadə edilmiş düsturlar, xanalar, işçi vərəq, sənədin adı, book sənədimizin adıdır. Burada məsələn, mən istifadə etmişəm formuladan, bu xanada. Yəni, sanki ön baxış kimi baxırsan bura. Watch window, yəni açqı taxıb baxırsan, ön baxış kimi baxırsan sənədibə. Növbəti gəldi bu error checking. Error checking. Belə bir ifadə yazıram. Bərabərdir sum. Baxın, bu mənə error veribdir. Bu error checking işarəsidir. Çünki mən funksiyanın adını səhv daxil etdim. Bu error checking-i bildirir. Belə. Buradan da bu qədər. Gəldim data hissəsinə. Data məlumatlardır. Necə bir məlumatlardır? Bizim xarici mənbələrdən, başqa mənbələrdən Excel-ə əlavə etdiyimiz məlumatları bildirir. Məsələn, get data hissəsində burada müxtəlif proqramlar var. Database var, Oracle var,
CBase var, SQL var. Bu proqramlardan Excel-ə məlumatların daxil edilməsi üçündür. Və yaxud da ki, internetdən Excel-ə məlumatın daxil edilməsi üçündür. Refresh all nəyi bildirir? Refresh all budur ki, əgər sən həmin mənbələrdə hər hansı bir məlumatı dəyişsən, Excel-də də dəyişilməsi üçün refresh all əmrini klikləməlisən. Bu hissədə filtrlər var. Filtrlər dedik ki, A-dan Z-ə, Z-dən A-ya filtrləyir, yəni kiçikdən böyüyə, böyükdən kiçiyə filtrləyir və filtrləmə əmrini biz həmçinin Home tabında görmüşdük. Home tabında olan filtr yalqızdır, amma ki, Data tabında olan filtrin ətrafı boldur. Sonra burada var Data Validation əmri. Data Validation əmri düşən suallardan da xanaya qoyulan məhdudiyyətdir. Mən hər hansı bir xanaya məhdudiyyət qoymaq istəyirəm. Məsələn, M xanası. Burada M4 xanası. Gəlirəm Data Validation-dan məhdudiyyət qoyuram. Deyirəm ki, sən yalnız bura ədədlər daxil edə bilərsən. Amma ədədlərin də aralığı 5 ilə 10 arasında olmalıdır. OK düyməsini klikləyirəm. Vəsiyo. Artıq mən bu xanaya yalnız 5 ilə 10 arasında da daxil edə bilərəm. 11 yazsam, onu qəbul etməyəcək. Deyir ki, the value doesn't match the data validation restriction defined for this cell. Yəni deyir ki, bu yanlışdır. Əgər mən bura 9 yazsam, onu qəbul edəcəkdir. Mən əgər 4 yazsam, onu qəbul etməyəcək. Çünki mən 5 ilə 10 arasında yalnız ədəd daxil edə bilərəm bu xanaya. Data validation-da həmçinin vardır. Mətnlərin məhdudiyyəti, sonra var da kəsrlərin məhdudiyyəti. İndi gəldim input message. Input message isə bildirir, bildirişlər bu cür deyək də şərt kimi verir. Məsələn, mən həmin xanaya daxil edirəm ki, bu xanaya, M4 xanasına daxil edirəm ki, yadda saxla. 5 ilə 10 arası. 5 ilə 10 arası. OK düyməsi. Artıq baxın, burada yazıdır şərt kimi. Yadda saxla 5 ilə 10 arası. Və yaxud da ki, mən indi bura bildiriş verəcəm. Necə bir bildiriş? Belə warning işarəsi qoyaq, təhlükəlidir. Yazıram ki, bura çox dərs oxu. Kirin dərsdə olsun, yatma. Kirin dərsdə olsun, yatma. Və OK düyməsi. Gəlirəm bura 11 ifadəsini yazsam və yaxud da ki 20 ifadəsini yazsam, Enter düyməsində bizə bildiriş gəldi ki, çox dərs oldu, çox dərs oxu, fikrin dərsdə olsun, yatma. Bu cür bir bildiriş artıq özümüz qoymuş olduq. Və X düyməsini basırıq, silindi. Gəldim Remove Duplicate. Duplikatların silinməsi üçündür. Remove Duplicate. Duplikatları silir. Yəni eyni olan məlumatları silir. Burada növbəti gəldi Forecast və Outline. Forecast öncədən proqnozdur, proqnoz verir. Outline-dakı bir neçə dənə xanaları birləşdirir, ungrup eləyir, həmin xanaları toplayır. Data tabından da bu qədər. Gəldi Review tabına. Review tabında bir çox məlumatlar Word ilə eynidir. Burada sadəcə bir əmma var ki, biz həm Review tabından işçi vərəqimizi, həm də işçi kitabımızı qoruya bilərik. Həm işçi vərəq qoruyursunuz buradan, həm də işçi kitabı. İkisini də qorumaq mümkündür. Həm Protect Sheet, həm də Protect Workbook. Həm sənəd, həm də işçi kitab buradan qorunur. Gəldim View tabına. View tabında Excel'in 4 dənə görünüş rejimi var. Bu görünüş rejimlərinə aiddir. Normal, Page Break Preview, Page Layout və Custom Views. Hansılara aiddir? Normal, Page Break Preview, Page Layout və Custom Views görünüş rejimləri. Hər bir görünüş rejiminin özünə aid xüsusiyyətləri var. Bizim ekranda gördüyümüz standart olaraq istifadə etdiyimiz görünüş normaldır. Page Break Preview'də isə görünüş bu cür görsənir. Sanki səhifələr kəsilibdir. Ona görə də Break Preview deyilir. Break Preview. Break kəsmək deməkdir ingiliscəsində. Page Layout. Page Layout'da xəttkeş var. Nə var? Xəttkeş.
Çünki axırı T ilə bitir. Axırı T ilə bitən görünüş rejimlərində xəttkeş olur. T. Ruler hissəsi. Ruler. Nə deməkdir ruler? Xəttkeş deməkdir. Custom Views'da isə o qədər önəmli deyil, çünki bunun görünüş rejimini göstərməyəcəm. Əsas üçünün görünüş rejimidir. Page Layout. Page Layout'da həmçinin header və footerlar var. Page Layout'da header, footer. Page Break Preview'da isə deməli olur belə səhifələrin kəsilməsi, normalda isə normal görünüş rejimidir. Show hissəsindən biz bildirdik ki, həm tor xəttləri göstərir, həm formula bar. Baxın, bu hissədə formula bar var. Düstur sətrinin gizlədilməsi göstərilməsidir. Formula bar. Olur view tabından. Sonra headingsləri də bildik. Headingslərin gizlədib göstərilməsi. Bu da olur view tabından. Növbəti biləcəyimiz əmr freeze penisdir. Freeze penis dondurmaq deməkdir. Birinci sətri və sütunu dondurur. Məsələn, A1 xanasını mən burada məlumat daxil edirəm. A1 xanasını yazıram ki, salam. Və gəlirəm aşağıya doğru sürükləsəm, aşağı doğru sürükləsəm. Həmin ifadələr nə olacaqdır? İtəcəkdir. Amma mən gəlirəm, sırf həmin sətri və sütunu dondurmaq istəyirəm. Burada birin üzərində dururam və gəlirəm burada freeze rows edirəm. Artıq mənim birinci sətrim yuxarıda belə şəkildə donmuş oldu. Bax, donubdur. Yəni, sabitləmişəm ora. Bir də var sütunu sabitləmək. Freeze-ə daxil oluram. Buradan A-nı seçirəm və dondururam. Kolum edirəm. Nə oldu? Artıq burada A sütunu donmuş oldu. Bu freeze deməkdir. Freeze. Dondurmaq deməkdir. Həmçinin hər ikisini də dondurmaq olur. Yəni, həm sətri, həm də sütunu dondurmaq olur. Bu şəkildə. Həm sətrim, həm də belə sütunum donmuş oldu. Və bunu da bildirim ki, dondurma zamanı həm sətr, həm də sütun ardıcıllığı dəyişir. Belə, bu qədər. Digərləri Word-lə eyni olduğuna görə toxunmadım. Makros tezdə istifadə olunan əməliyyatlar idi. Switch Windows, Excel-də səhətlər arasındakı keçidlər idi. Hide. Bu arada, burada bir məlumat var, onu da sizə bildirim. Hide, işçi kitabı gizlətmək üçündür. İşçi kitabı gizlədir. İşçi vərəqi gizlədən Home tabında olan formatıydı. Buradan yazılmışdı ki, hide sheet. Bu işçi vərəqi gizlədir. Amma işçi kitabı gizlədən isə view tabında olan bu hide'dır. Yəni, bunu da biləsiniz. Kitabı gizlətmək view'dur. Amma vərəqi gizlətmək Home tabındadır.